Hörmətli cənab baş nazir, hörmətli qonaqlar, xanımlar və cənablar, sizi səmiyyətlə salamlayıram. Mən çox şadam ki, cənab baş nazir bugün bizim qonağımızdır. Biz 3 ay bundan əvvəl Davosda görüşmüşük. Bizim birinci görüşümüz olmuşdur və görüş çox məhsuldar keçmişdir. Bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq və mən cənab baş naziri Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, bugün cənab baş nazir bu səfəri Azərbaycana həyata keçirir. Bu iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim çox fəal indi siyasi dialoqumuz var. Bir çox məsələlər ətrafında bugün həm regional, həm ikitərəfli, həm də qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Mən şadam ki, cənab baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir və bugün keçiriləcək biznes forumda həm yeni təmaslar qurulacaq, həm mövcud olan layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, biz ticarət dövriyyəmizi daha da yüksək seviyyə qaldıraq. Halbuki bugün də əhəmiyyətli dərəcədə ticarət dövriyyəmiz artmışdır. 800 milyon dollardan çoxdur. Amma əgər ticarət dövriyyəsinin strukturuna biz baxsaq, görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini biz arzuluyuruq. Ümid edirəm ki, buna biz nail olacağıq. Çünki bugün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir. Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bugün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qazı ixrac edir və təbii ki, bugün biz bu barədə də danışdıq və gələcək bu sahədə əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu sadəcə olaraq ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha geniş miqyaslı, uzun müddətli əməkdaşlıq kimi yanaşırıq. Bizim ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahədə çox geniş miqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır. Bugün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparıldı.
hökumətlər arası komissiyanın tezliklə tədbir keçirilməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni, bugün bir daha Çekiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır. Bir daha Cənab Baş Nazir, Azərbaycana xoş gəlmişsiniz. Hörmətli Cənab Prezident, burada iqamətgahınızda məni çox səmimiyyətlə qəbul etdiyinizə görə sizə çox minnətdaram. Bunu həqiqətən yüksək dəyərləndirirəm və mənim üçün böyük şərəfdir. Şadam ki, Davosdan sonra söhbətimizi davam etdiririk. Burada bəyan edə bilərəm ki, Azərbaycan Çex Respublikasının strateji tərəfdaşıdır. Buna görə də məmnunam ki, münasibətlərimiz də dostluğa söykənir. Aydındır ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ukrayna prezidenti Zelenski burada oldu. Sonra Giorgia Meloni bura səfər edəcək. Bu sadəcə gözəl ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir. Bugün keçirdiyimiz görüş çox xüsusi oldu. Əlbəttə, Avropa bugün enerji haqqında danışır. Çünki neft ayırma zavodlarına xammal tələb olunur. Müxtəlif məhsulların istehsalı üçün təbii qaz lazımdır. Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. İdxal edilən neftin 42%-i Azərbaycandan daxil olur. Cənab Prezident, biz buraya ÇES adlanan yarı dövlət şirkətimizlə gəlmişik və o buradan qaz təchizatı ilə bağlı müqavilə imzalamaq istəyir. Siz əsasən hasilatı artıracaqsınız. ÇES şirkətinin baş icraçı direktoru buradadır. O, ən iri qaz paylayıcı şirkətlərdən biri olan ÇES ilə qaz təchizatı haqqında sizinlə uzun müddətli müqaviləni gələcəkdə imzalasa, təbii ki, çox məmnun olardı. Beləliklə, Azərbaycan neftdən əlavə bu sahədə de facto bizim strateji tərəfdaşımız ola bilər. Çox şadam ki, siz hökumətlər arası komissiyanın iclasını keçirməyi təklif etmişsiniz və düşünürəm ki, sizin tərəfdən komissiyaya təyinatı artıq öyrənmişik. Bizim tərəfdən isə baş nazirin birinci müavini Karel Havlicek olacaq və o danışdığımız bütün məsələləri əhatə edəcək. Əlbəttə ki, enerji bizim üçün olduqca vacibdir. Həmçinin vacibdir ki, Avropa anlasın. Onun bəzi direktivləri əslində qeyri-Avropa təchizatçılarına zərər vurur və Avropada yalnız iki qaz təchizatçının olması bizim üçün yaxşı deyil. Bir sözlə, biz həmin təchizatda maraqlıyıq və düşünürəm ki, uzun müddətli müqavilələri imzalamağa hazırıq. Ən mühüm Çex şirkətləri bizimlədir və bütövlükdə nümayəndə heyətimizdə 50 şirkət təmsil olunub. Əlbəttə ki, bizim Bakı metropoliteni ilə müqavilənin imzalanmasında çox böyük marağımız var. Şkoda daşımalar ölkəmizin bəlkə də ən iri iqtisadi PPF qrupunun bir hissəsidir. Həmin qrup digər şirkətlərlə yanaşı birgə müəssisə qurmaq, Azərbaycanda istehsalata başlamaq, elm və tədqiqata sərmayə yatırmaq, universitetlərimizlə əməkdaşlıq etmək və təbii ki, sizin insanlarınızla işləməyə hazırdır. Bilirik ki, qarşımızda Çin var, lakin biz çox bacarıqlıyıq və bunlar tarixən bizim qanımızdadır. Çexoslovakiya dünyada 10 ən çox sənayeləşmiş ölkələrdən biri olub və mən əminəm ki, biz bir kapital ola bilərdik. Çexoslovak qrup burada artıq fəaliyyət göstərir və əlbəttə ki, birgə müəssisə olaraq biz öz məhsullarımızı istehsal edirik. Aerovodoxod şirkəti köhnəlmiş L-39 təyyarələrinə de facto xidmət göstərir və təmir edir. Əlbəttə, biz yeni L-39
NC təyyarəsini sizə təqdim edirik və onu dəyərləndirərsiniz, çox şad olardıq. Firma Colt Colt şirkəti sözün əsl mənasında mühüm beynəlxalq şirkətdir və o bütün dünyaya əla məhsullarını təchiz edir və şadıq ki, sizin polis və digər qüvvələr həmin məhsulları artıq tanıyır. Bir sözlə, bu haqda biz bugün Biznes Forumda danışacağıq. Əlbəttə, başqa variantlarımız da var. Siz burada yük daşımalarında fəal olan şirkətinizi qeyd etdiniz və biz onda təbii ki, maraqlıyıq. Bir faktı da qeyd etdik. Karlova Varı'da yeni layihə haqqında danışdıq və istərdik ki, hava limanı və onun uçuş zolağı genişlənsin. Beləliklə, bu Çex Respublikasının sərmayə yatıracağımız yeni strateji əhəmiyyətə malik hava limanı ola bilərdi. Nəticədə ölkələrimiz arasında turizmə və inkişafa töhfə ola bilərdi. Bir sözlə, bugün bir çox məsələləri müzakirə etdik. Bütün bunlardan çox məmnunam, çox yaxşı hisslər keçirirəm. Söhbətimiz xüsusi oldu və təbii ki, biz ümumiyyətlə dünyadakı vəziyyət haqqında danışdıq. Lakin bugün buraya iqtisadi münasibətlərimizi sürətləndirməyə və intensivləşdirməyə gəlmişik. Həmin layihələrin sayı çoxdur. Biz hazırıq, sürətli və çevik olacağıq. Ayırdığınız vaxtda ölkənizə səfər etmək imkanına görə çox minnətdaram. Əla qəbula görə təşəkkür edirəm. Bütün bunları həqiqətən yüksək dəyərləndirirəm.